Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə OTK nəşrlərinin 26 oktyabr 2025 tarixində keçirdiyi blok fənləri üzrə sınaq imtahanının informatika suallarını izah edəcəm. Gəlin bir yerdə başlayaq. Deməli, vektor qrafikasının çatışmayan cəhətini istəyir bizdən. Təsvirin miqyasının böyüdülməsi zamanı keyfiyyətinin azalması bu vektorun yox, rasterin çatışmazlığı hesab olunur. Ona görə bu deyil. Qrafik faylın həcminin böyük olmaması. Bu isə çatışmaz cəhəti hesab olunmur, üstünlük hesab olunur. Onun üçün bu da deyil. Qrafik faylın həcminin böyük olması. Bu rasterin çatışmazlığıdır, vektorun yox. Çünki rasterda biz yüksək keyfiyyətli şəkillər yarada bilirik və şəkillərin yüksək keyfiyyətli olması üçün də piksellər olduqca sıx və çox olur. Bu da istərsəniz həcmə təsir edir. Yəni görüntüdə, xüsusilə rənglərdə reallığı əks etdirməyin çətinliyi. Bəli, bu bizim doğru cavabımızdır. Raster formatına keçməyin mümkün olmaması. Rasterdan vektora, vektordan da rastera müəyyən proqramlar vasitəsilə keçid mümkündür. Bu da bizim səhv cavabımızdır. Cavabımız olacaq D variantı. Keçirəm növbəti sual nümunəmizə. Deməli, belə bir sual nümunəsi verilib. Gəlin bunu digər səhifədə müzakirə edək. Deməli, ümumi həcmimiz verilib 68 kilobayt və ümumi səhifə sayı da 258 səhifədir. Mətn faylının ilk və son səhifəsinin hər birində 64 sətr, 32 simvol mövcuddur. Digər səhifələrin hər birində eyni ölçülü monoxrom təsvir saxlanılır. Təsvirdə olan piksellərin sayını müəyyən etməyimizi istəyir. Gəlin baxaq. Deməli, bizim ümumi həcmimiz nə qədərdir? Yazıram, ümumi H bərabərdir 68 kilobayt. Bəs ümumi səhifələrimizin sayı nə qədərdir? 258. Bizə deyir ki, bu ümumi 258 səhifənin ilk və son səhifəsində mətn informasiyası saxlanılır. Yəni, toplam neçə səhifədə mətn saxlanılır? 2 səhifədə, doğrumu? Bundan ikisini çıxanda eləcə 256 səhifə və yerdə qalan 256 səhifədə də monoxrom təsvir saxlanılır. Deməli, 2 səhifə aiddir bizim mətn informasiyasına, 256 səhifə isə qrafiki təsvirimizi saxlamaq üçün istifadə olunmuş olub. İndi davam edirəm. Deməli, verilmiş məlumatlara əsasən mən mətn informasiyamın həcmini tapa bilərəm. Mətnin həcmini necə tapırıq? Sətir sayını, vururuq simvol sayına, vururuq buradakı səhifə sayına, vururuq əgər məsələdə heç nə yoxdursa ASCII, yəni ASCII-də bir simvol neçə bayt idi? 1 bayta və bu zaman biz ümumi həcmimizi əldə eləmiş oluruq. 64-ü yazaram 206 kimi, vurulmuş 32-ni yazaram 205 kimi, 2-ni yazaram 201 kimi, vurulmuş 1 bayt. Bu bərabər olacaq 6, 5, 11, 12. Eləcə 2 üstü 12 bayt. Baytdan da kilobayta gəlmək üçün 2 üstü 10-a böləcəm. Eləcə 2 üstü 2, yəni 4 kilobayt. Deməli, mənim mətn informasiyamızın həcmi olacaq 4 kilobayt. Mətn informasiyası 4 kilobaytdırsa, bəs buradan qrafikə nə qədər qalır? Ümumi 68 idi. 68-dən mən 4 çıxaram, eləyər 64. Bu olar nə? 64 kilobayt qrafiki təsvirimin həcmi. İndi davam edirəm. Bax, ümumi həcmim 64 kilobaytdır. Bərabərdir, qrafik təsvirin həcmini necə tapırdıq? Piksellərin sayını bir pikselin həcminə, yəni i-bitə vuraraq həcm əldə etdik. 64 kilobaytın verilib. i-bitin bizdə monoxroma görə 1 bitdir və bu sözü gedən piksellər, üzrsən qrafik fayl neçə səhifədə var? Toplam 256 səhifədə. Bunu da vuracam 256-ya, bunu da vuracam A vurulmuş B-yə, yəni piksellərin sayına. Buradan pikselimizin sayını tapacam. Deməli, A vurulmuş B bərabər olacaq nəyə? 64 kilobaytdan bitə gəlmək üçün 213-ə vuracam. Bölünmüş 256-ını da yazaram 208 kimi və vurulmuş 1 bit. Bu da artıq bitlə verilmiş olur. Bunlardan ixtisar gedəcək. 64-ü yazaram 206 kimi, 213 də olduğu kimi qalacaq. Bölünmüş 208. Deməli, burada eləyəcək 219 bölünmüş 208. 9-dan 8 çıxarım 201, 11 üzr istəyirəm. O da eləyəcək 2048 kilobayt. Özür istəyirəm 2048 piksel. Deməli, cavabımız eləcək A variantı. Keçirəm növbəti sual nümunəmizə. Bizə belə bir sual nümunəsi verilib. Gəlin bu sualı digər səhifədə həll edək. Deməli, 12 megabayt həcmə malik olan tam dolu diskdən 3 ədəd 2 megabaytlıq video faylı silinib. Aha, video faylın birinin ölçüsü nə qədərdir? 2 megabayt. Bax yazıram. Bir video. Deməli, bir videomuzun həcmi olduğu 2 megabayt. Əgər 3 dənə 2 megabaytlıq video fayl silinibsə, deməli toplam 6 megabaytlıq bir fayl silinib. Davam edirəm. 4 ədəd 512 kilobaytlıq şəkil faylı silinib. Aha, bir şəklin həcmi nə qədərdir? 512 kilobayt. Və bundan 4 ədəd silinibsə, deməli 512 üstü 9-dur, 4 də 2 üstü 2-dir. Deməli toplam 2 üstü 11 kilobaytlıq da bizim deməli şəkil faylımız silinmişdir.
şəkil faylı. Və 8 ədəd bərabər həcmə malik mətn faylı silindikdən sonra diskdəki informasiyanın tutumu 2 MB olub. Aha, deməli mən bir mətn faylımın ölçüsünü bilmirəm. Amma bilirəm ki, bundan 8 ədəd silinib. 8 ədəd də bundan silinib və yekunda nə qədər olub? 2 MB həcm qalıb. Və buna əsasən bir mətn faylının həcmini müəyyən etməyimiz istənilir. Aha, deməli 12 MB-dan silinib nə qədər? 6 MB çıxılmış 211 kilobaytda gəlin megabayta çevirmək üçün 2 10-a bölək. Alaq buradan deməli 2 1, yəni 2 MB. 6 MB sonra silinib 2 MB, sonra silinib 8 ədəd eyni ölçüyə malik mətn faylı. Yəni 8x yaza bilərəm, çünki birinin həcmini bilmirəm. Və yekunda məndə alınıb 2 MB həcm. Deməli, buradan eləyəcək 12-dən 6 çıxılmış 2, eləyəcək 4 MB çıxılmış 8x bərabər 2 MB. Buradan eləyəcək 2 MB bərabər 8x-ə. X nəyə bərabər olacaq? 2 bölünmüş 8 MB. Yəni 4də 1 MB. Belə bir cavab variantlarda yoxdur. Gəlin kilobayta çevirək. Vuraq bunu 2 üstü 10-a. Nə eləyəcək o zaman? 2 üstü 10 bölünmüş 4-ü yazacağım 2 üstü 2 kimi. Eləyəcək 2 üstü 8. O da eləyəcək 256 kilobayt. Cavabımız eləyəcək D variantı. Keçirəm növbəti sual nömrəmizə. Aha, belə bir sürət məsələsi verilib. Unicode kodlaşdırılmasında hər səhifədə 32 sətir, hər sətirdə 16 simvol olan bir deməli mətn kodlaşdırılır və ötürülmə sürəti verilir və saniyəsi də verilir. Faylın neçə səhifəsi olduğu soruşulur. Gəlin baxaq. Deməli, bizə verilən məlumatlar sətir sayı, simvol sayı və Unicode kodlaşdırılmasıdır. Və burada T bərabər 16 saniyə, V isə bərabərdir 16 kilobit bölünmüş saniyə yazılır. Aha, biz baxın bu məlumatlara əsasən T və V məlumatlarına əsasən ümumi həcmimizi tapa bilərik. Necə? H bərabər V vurulmuş T düsturuna əsasən. İndi bundan H tapmaq üçün nə edirəm? V-yi, yəni 16 kilobit bölünmüş saniyəni vuracam 16-ya, 16 saniyəyə üzr istəyirəm, yəni T-yə vuracam. Saniyələr buradan gedəcək. Eləcə necə? 16 vurulmuş 16 kilobit. Yəni ümumi 256 kilobit həcm əldə eləmiş olacam. İndi gəlin bu həcmimizə əsasən mətn informasiyamızın kodlaşdırılma düsturunu yada salaq və oradan səhifələrimizin sayını tapaq. Deməli, buradan biz səhifə sayını tapmaq üçün nə edirəm? Yazıram səhifənin yerinə x bərabərdir. 256 kilobitdən də gəlin bitə gələk və 256-nı da 208 kimi yazaq. Yazıram 208 kilobitdən bitə gəlmək üçün vuracam 210-a, yazıram bit kimi. Bölünmür. Unicode'da bir simvolum 16 bitdir, doğrumu? Yazıram. 32-ni yazaram 2/5 kimi, 16-nı yazaram 2/4 kimi, buradakı 16-nı da 2/4 kimi yazaram. Ümumi nə qədər eləyəcək bir-birinə vuranda? 2/5 vurulmuş 2/4 vurulmuş 2/4. Sürətdə eləyəcək 2/18, məxrəcdə eləyəcək 2/4, 4, 8, 8, 5, 13. Məxrəcdə eləyəcək 13. Və 18 ilə 13 çıxanda eləyəcək 2/5. Eləyəcək 2/5, o da eləyəcək 32. Deməli, bizim ümumi 32 səhifəmiz var. Cavab eləyəcək B variantı. Keçirəm növbəti sualın növbətinə. Aha, deməli, bu ifadənin doğru olduğu say sisteminin ən kiçik olan say sistemində rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmin ədədini yaddaşda tutduğu yeri hesablayın. Aha, deməli 76-dan çıxıblar 14-ü, nəticəni alıblar 62. 6-dan 4-ü 2, 7-dən 1, 6. Elə bu adi onluq say sistemində keçərlidir və burada aldığımız cavab neçədir? 62. Rəqəmlər maksimum neçə rəqəm var burada? Maksimum 7 var, düzdür? Deməli, hansı say sistemindən böyük rəqəm 7-dir? 8-lik. Deməli, bu 8-lik və 8-likdən yuxarı olan bütün say sistemlərində keçərlidir. Ən kiçik say sistemi olacaq 8-lik. 8-lik say sistemində ən kiçik 3 rəqəmli ədəd neçə olacaq? 100. Doğrumu? Və bunun deyir ki, 3 rəqəmli ədədin tutduğu yeri hesablayın. Aha, baxın, 8-lik say sistemində, ümumiyyətlə belə deyim də, 8 simvollu əlifbada. Simvollu əlifbada. Bir simvolumun həcmi nə qədər eləyir? N bərabər 8 yazanda, I buradan eləyir 3 bit. Doğrumu? İndi, yəni bu deməkdir ki, 8-lik say sistemində verilmiş bir ədədi mən 2-lik say sisteminə çevirsəm, bu 8-liyin ədədlərinin hər bir rəqəmi 2-lik say sistemində 3 bitə bərabər olacaq. Həqiqətən də, bax, əgər mən 100 ədədini 8-likdən 2-liyə keçirsəm, hansı qaydadan istifadə edəcəm? 4-2-1 qaydasından. 0 almaq üçün hər üçünə 0 yazacam, yenə 0 almaq üçün hər üçünə 0 yazacam, 1 almaq üçün 0-0-1 yazacam. Bax, yazıram 0-0-1, 3 dənə 0 və yenə 3 dənə 0. Belə bir nəticə əldə edəcəm. Bu bunun üçün olacaq, bu da bunun üçün. Və baxırıq ki, ümumi biz neçə bit alırıq? Ümumi 9 bit
nəticə əldə eləmiş oluruq. Əgər buna belə deyim, ehtiyac qalmasa nə edirəm? Sadəcə olaraq qısa konkret deyirəm ki, əgər bir simvolum 3 bitdisə, 8-liksə, üzr istəyirəm, 8-likdə də, hə, onu deyirəm. 3 bitdisə, deməli 3 simvoluna qədər eləyəcək? 3 + 3 9 bit eləyəcək. Cavab eləyəcək D variantı. Davam edirəm növbəti sualla. 42 ədədinin 8-likdə 56 8-likdə bir-birinə vurulub. Gəlin biz də vuraq. Deməli, 42 ədədini vurublar 56-ya və 8-lik say sistemində. 8-lik yazaq bir kənara, davam edirəm. 2 dəfə 6 eləyəcək 12. 12 ümumiyyətlə 8-lik say sisteminin tərkibində olmadığına görə yazıram. 12-dən çıxıram bir dənə 8-i. Nə qalacaq burada? Qalacaq 4. Yazıram. 4 yazıram, 1 yadda. 4 dəfə 6 24, bir də buradan 25. 25 ədədinin tərkibində neçə dənə 8 var? 3 dənə. 3 dəfə 8 eləyəcək 24, qalacaq 1. 1 yazacağam, 3 yadda, 3 də atıram əvvəlinə. 5 dəfə 2 eləyəcək 10. Ondan nə qədər 8 çıxa bilərəm? Bir dənə 8 çıxaram. Eləyəcək 2. 2 yazacağam. 1 yadda 4 dəfə 5 20, bir də buradan eləyəcək 21. 21-in tərkibində nə qədər 8 var? 2 dənə 8 var. 2 dəfə 8 16. 21-dən 16 çıxacağam, eləyəcək 5. 5 yazacağım. 2 yadda, 2-ni də atacağam əvvəlinə. İndi toplayıram. 4, 2, 1 eləyəcək 3, 5, 3 eləyəcək 8. 8-dən mən nə çıxa bilərəm? 8-dən bir dənə 8 çıxaram. Qalacaq 0. 0 yazacağam. 1 yadda, 2, 1 də yadda eləyəcək 3. Alacaq, deməli, 3034-də belə deyək, 8-lik say sisteminə. Cavab eləyəcək A variantı. Keçirəm növbəti sualın nəmizə. İnformasiyanın təqdim olunma formalarından biri deyil. Aha. Deməli, ədəd, qrafiki, mətin, səs və buradan əlavə bir dənə də video var bizim informasiyamızın təqdim olunma formalarında. Analoq və rəqəmsal isə informasiyamızın formasıdır. Ona görə cavab olacaq D variantı. Keçirəm məntiqi belə bir sual nümunəsinə. Gəlin bunu digər səhifədə cədvəl vasitəsilə həll etməyə çalışaq. Deməli, necə dəqiqə? Aha. Bizə belə bir sual nümunəsi verilib. Aha, onlar Bakı, Sumqayıt, Şəki, Qəbələ şəhərlərində işləyirlər. Onlardan ikisi mühəndis, biri müəllim. Aha, gəlin cədvəlimizi çəkək əvvəlcə. Aha, deməli bizə şərtdə nə deyir? Aysel, Elvin, Murad və Nərmin dostdular. Onlar Bakı, Sumqayıt, Şəki və Qəbələ şəhərlərində işləyirlər. Onlardan ikisi mühəndis, biri müəllim, biri isə həkimdir. Aha, deməli burada 2 mühəndisimiz var. Şəki şəhərində işləyən mühəndis deyil. Bax, bunu bir kənara qeyd edirik ki, Şəki şəhərində işləyən mühəndis deyil. Daha sonra həkim nə Sumqayıtda, nə də Şəkidə işləyir. Aha, həkim kimdirsə, Sumqayıtda da, Şəkidə də işləmir. Nərmin Bakıda, Aysel isə Şəkidə işləmir. Yazaq, baxın, Nərmin Bakıda işləmir, Aysel isə Şəkidə işləmir. Bayaq bizə nə demişdi? Demişdi, Şəki şəhərində işləyən mühəndis deyil. Əgər Aysel Şəkidə işləmirsə, deməli, o mühəndis deyil. Şəkidə işləyən deyil, mühəndis deyil. Şəki şəhərində işləmədiyinə görə deməli o mühəndis olmayacaq. Daha sonra Aysel və Murad mühəndis deyil. Yazaq. Aysel və Murad mühəndis deyillər. Aysel deyil, aydın məsələdir. Murad da mühəndis deyil. Bizə deyir ki, onlardan ikisi mühəndisdir. Bax, bu durumda bu ikisi əgər mühəndis deyilsə, yerdə kim qalır? Nərmin və Elmin qalır mühəndisə. Düzdür? Deməli, bu ikisi mühəndisdir. Bu ikisi mühəndisdir. Aysel və Muradda biri yəqin müəllim olacaq, biri də həkim. Davam edirəm. Qəbələdə işləyən isə mühəndis deyil. Aha, baxın, Nərmin və Elvin oldu mühəndis. Deyir ki, indi Qəbələdə işləyən mühəndis deyil. Deməli, bunlar mühəndis olduqlarına görə Qəbələdə işləyə bilməzlər. Bunlar üçün qabağına Qəbələyə minus qoyuram. Daha sonra bəndlərin birində deyir ki, Şəki şəhərində işləyən mühəndis deyil. Bayaq tapdıq ki, mühəndislər Elvin və Nərmindir, doğru mu? Bu durumda bunlar Şəkidə işləyə bilməyəcəklər. Çünki Şəkidə işləyən bir mühəndis deyil. Bunlar da mühəndis olduqlarına görə Şəkidə işləyə bilməzlər. Bu getdi. Bu durumda Şəkiyə kim qalır? Şəkiyə qalır Murad. İndi davam edirəm. Deyir ki, daha sonra Şəkidə qalır Murad və digərləri Şəkidə qala bilməz, aydın məsələdir. Bu durumda Sumqayıtda kim qalır? Sumqayıtda qalır Nərmin plus minusa əsasən və bu Sumqayıtda qaldığına görə digərləri Sumqayıtda qala bilməyəcəklər və bu durumda deməli Elvinə qalır Bakı, baxın bu minuslara əsasən və Ayselə də qalır, bir dəqiqə üzr istəyirəm. Deməli bu minuslara əsasən Elvinə, baxın bura Bakı qalır, aha. Ayselə isə buna minus qoyacam, Qəbələ qalacaq. Ayselə qaldı Qəbələ. İndi bunlara minus qoyuram. Mənə nə dedi bayaq? Mənə deyir ki, Qəbələdə işləyən mühəndis deyil. Aydın məsələdə Aysel mühəndis olmayacaq.
Şəkidə işləyən də mühəndis deyil. Şəkidə işləyən Murad da o da mühəndis deyil. Deməli, bunda düz vurğuladıq. Nərmin Bakıda, Aysel Şəkidə işləmir. Onu qeyd etdik. Aysel və Murad mühəndis deyil. Bunları da qeyd etdik. Qəbələdə işləyən mühəndis deyil. Aha. Deməli, Qəbələdə işləyən də mühəndis olmadığına görə bizdə onda kim qalır? Hər kəsin yeri bəlirləndi artıq. Bizə deyir ki, Murad hansı şəhərdə, hansı peşədə çalışır? Murad Şəkidə işləyəcək. Aha, indi baxaq, ya müəllim olacaq, ya da həkim olacaq. Baxaq görək hansı peşədədir. Deməli, həkim nə Sumqayıtda, yazılıb bura. Deyir ki, həkim nə Sumqayıtda, nə də Şəkidə işləyir. Aha, həkim deyir ki, Sumqayıtda və Şəkidə işləmir. Sumqayıtda işləyən kim idi bizdə? Nərmindir. Deməli, Nərmin həkim olmayacaq. Və bir də Şəkidə işləyən kim oldu bizdə? Şəkidə işləyən oldu Murad. Deməli, Murad da olmayacaq həkim. Bu durumda həkimlik Murad olmadığına görə Murada qalır nə? Müəllimlik peşəsi. Deməli, Murad Şəkidə müəllimlik peşəsində işləmir olacaq. Cavab olacaq C variantı. Buna əsasən cavabımız C variantı alınmış olacaq. Keçirəm növbəti suala. Flash informasiya daşıyıcısını seçin olacaq SSD yaddaş. Daha sonra qonşuluq matrisində hansı təsvirlər doğrudur? Baxaq. Deməli, gəlin bunun qonşuluq matrisinə vuraq. A təpəsinin hansına yolu var? B-yə və C-yə. Deməli, A-da bir dənə B-yə, C-yə yol var. Aha, bu düzdür. Birinci düz qoyulub. B təpəsinin A-ya, B-yə, üzr istəyirəm, A-ya, C-yə, Y-yə, F-ə var. Aha, A-ya, C-yə, C-yə də var. Deməli, bu səhv variant olacaq. Davam edirəm. B təpəsinin A-ya, C-yə, Y-yə və F-ə. Bu doğru olacaq. Bu da bayaq doğru idi. Daha sonra C təpəsinin B, A, Y və D. C təpəsində B, A, burada D-də də var axı. D və Y. Onda bu da səhv olacaq. Keçirəm növbəti hissəyə. Deməli, A təpəsinin dedik ki, B-yə və C-yə yolu var. Deməli, bu elə bərbaşdan səhv gəlir. A təpəsinin B-yə, C-yə yolu var, düzdür. Daha sonra B təpəsinin A, F, C və Y-yə yolu var. Yazıram A, F, C, Y. A, F-ə də yolu var axı B təpəsinin. Bu durumda bu da səhvdir. B təpəsinin A-ya, F-ə, C-yə və Y-yə yolu var. Düzdür. A-nın bir dənə B-yə, C-yə yolu var. Düzdür. Davam edirəm. C təpəsinin A, B, Y, D-yə yolu var. A, B, Y, D-yə yolu var. Bu da doğrudur. D təpəsinin hara yolu var? Y-yə və C-yə yolu var. D təpəsinin Y-yə və C-yə yolu var. Bir dəqiqə. Y təpəsində Y-yə və C-yə. Bu da səhv çıxır axı. D təpəsini tutacağım. Y-yə və C-yə. Hə, bu doğrudur. Və son olaraq Y təpəsinə də baxaq. Y təpəsinin B, C, D-yə yolu var. Y təpəsində B-yə, C-yə, D-yə yolu var. Doğrudur. F təpəsində isə F təpəsinin bir dənə B-yə yolu var. F-in isə bəli, bir dənə B-yə yol var, doğru. Deməli, cavab olacaq Y variantı. Hansı təpənin, hansı təpələrə yolu varsa, ona 1 yazırıq, yolu olmayanlara 0 yazırıq. Ona əsasən cavabımızı əldə eləmiş olduq. 1 GB-ın 2də 1 hissəsi neçə kilobaytdır? Baxın, biz GB-ı kilobayta çevirmək üçün nə edirik? Böyüdən kiçiyə gəlirsə 2 üstə 10-a vuracağıq. Yazıram. 1 GB-ın gəlin əvvəl kilobayta çevirək. GB-ı kilobayta gətirmək üçün vuracağım 2 üstə 10-a. Eləyəcək 2 üstə 10 kilobayt. Onun da 2də 1 hissəsi nə qədər eləyəcək? 2 üstə 9. Yəni 512 kilobayt eləmiş olacaq. Cavab olacaq B variantı. Bu suala baxaq. Deməli, bir məktəbdə idman turniri keçirilir. Turnirdə iştirak üçün müəyyən edilmiş şagirdlər. 6-cı sinifdə 2 nəfər var, 7-də 3 nəfər, 8-də 2 nəfər, 9-da 4 nəfər. Deyir ki, turnirdə iştirak etmək üçün hər sinifdən bir şagird olmaqla 4 nəfərlik komanda yaradılmalıdır. Məktəbi təmsil edəcək. Komandanı neçə müxtəlif üsulla yaratmaq olar? Aha, deməli, mən hər sinifdən bir şagird götürərək 4 nəfərlik komanda yaratmalıyam. Bu durumda ümumi mən neçə varianta daha doğrusu komanda sayı təşkil edə bilərəm. Və yazıram. Ümumi bütün siniflərdə olan şagirdlərin sayını vuracam bir-birinə. Çünki hərəsindən birini götürəcəyik. Bunu da vuracam 2-yə və 4-ə. 12, 12 dəfə 2, 24. Deməli, o da eləyəcək vurulmuş 2 eləyəcək 48. Cavabımız eləyəcək D variantı. Daha sonra, nəzəri bir sual nümunəsini modelləşdirməyə aid kompüter modelləşdirməsini hansı ardıcıllıqla qurmalıyıq? Gəlin baxaq. Deməli, birinci təsviri informasiya modeli qurulur, daha sonra formal informasiya modeli qurulur, daha sonra kompüter modeli qurulur və kompüter eksperimenti aparılır və alınmış nəticələr sonunda təhlil edilir. Cavab olacaq A variantı. Bu ədədlərdən istifadə etməklə neçə dənə rəqəmləri təkrarlanmayan 3 rəqəmli cüt ədəd yaratma bilərik. Gəlin baxaq. Deməli, bizə hansı rəqəmlər verilib? Bircə dəqiqə.
Aha, deməli deyir ki, bu ədədlərdən istifadə etməliyəm. 3 rəqəmli ədəd yaratmalıyam və söz gedən ədədlər cüt olmalıdır. Mən bu ədədlərdən istifadə etsəm, hansılardan istifadə etsəm cüt ədəd yarada bilərəm? Bax, 2-dən, 0-dan, 4-dən və 6-dan. Deməli mən bir dəfə sonu 0-la bitənlərin sayını tapmalıyam. Bir dəfə 2 ilə, bir dəfə 4 ilə, bir dəfə də 6 ilə. Bunun üçün də mən 3 rəqəmli ədəd yaratmaq üçün 3 oyuqdan istifadə etməliyəm. Doğrumu? Və bu 3 oyuqdan mən 4 dənə çəkməliyəm ki, bir dəfə misal üçün bax burada mən 0-la bitənlərin sayını tapım, növbətisində 2 ilə bitənlərin sayını tapım və s. Gəlin indi bundan 4 dənə çəkək. Deməli birinci oyuqda gəlin 0-la bitənlərin sayını tapaq. İkinci oyuqda 2 ilə bitənlərin əlimdə bir variant var. Üçüncü oyuqda 4 ilə bitənlərin və 6 ilə bitənlərin. İndi bir-bir yazıram. Deməli, ilk oyuğum üçün bizə deyir ki, ədədin rəqəmləri təkrarlanmamalıdır. Baxın, birinci oyuğum üçün mən hansı variantları yaza bilərəm? 1, 2, 3, 4, 5, 6. Toplam 6 dənə variant var. Yazıram 1, 2, 3, 4, 5, 6. 6 dənə əlimdə variant var. 0 yaza bilmərəm. Birinci ona görə ki, ədəd 0-la başlaya bilməz. İkinci ona görə ki, sonda istifadə eləmişəm deyə digər heç bir oyuqlarda istifadə edə bilmərəm. Ədədin rəqəmləri təkrarlanmamalıdır. Yəni, misal üçün deyirəm, 200 deyə bir ədəd mən yarada bilmərəm burada. Davam edirəm. Misal üçün, birinci oyuqdan gəlin 6 rəqəmini götürək. Bax, buradan 6-nı götürdüm bu oyuqdan. 6 rəqəmini götürdümsə, yerdə qalan oyuqlar üçün mən neçə variantım qalır? Sonuncu oyuqda da 0-ı götürmüşəm. 0 getdi, 6 getdi. Nə qədər qaldı? 1, 2, 3, 4, 5. Yazıram. 1, 2, 3, 4, 5. Əlimdə burada 5 dənə variant var. 5 dəfə 6, 30. Deməli, sonu üzrə 0-la bitən 30 variant yarada bilərəm. Buradan 6-nı götürdüm, buradan 3-ü götürəcəm, buradan da 0-ı götürəcəm. Həqiqətən ədədin rəqəmləri təkrarlanmır, həqiqətən cüt ədəddir, deməli doğru bir ədəd yaratmış oldum. İndi 2 ilə bitənlərin sayını tapaq. Deməli ədəd 0-la başlamadığına görə və 2-ni istifadə etdiyimə görə mən 0 və 2-ni variantlardan çıxıram. 1, 3, 4, 5, 6. Birinci oyuqda 1, 3, 4, 5, 6. Toplam mən 5 variant istifadə edə bilirəm. Buradan mən 6-nı istifadə eləsəm. 6-nı istifadə eləmişəm, 2-ni də istifadə eləmişəm. Əlimdə neçə variant qalır? Gəlin 0-dan yazım. 0, 1, 2, 3, 4, 5, 6. 6 gedib, 2 gedib. Əlimdə 0, 1, 3, 4, 5 qalıb. 0, 1, 3, 4 və 5. Əlimdə 5 dənə variant var. 5 dəfə 5 eləyəcək buradan 25. 6-nı götürdüm. Buradan 0-ı götürəcəm. Buradan da 2-ni götürəcəm. Aha, ikinci oyuqdan belə bir ədəd yaratdım. Keçirəm üçüncü oyuğa. Sonun 4-lə bitənlərini tapmalıyam. Deməli, 4-ü istifadə eləmişəm, eləyə bilmərəm. Ədəd 0-la başlaya bilməz. Bu durumda əlimdə neçə variant qalır? 1, 2, 3 və 3, 5, 6. 1, 2, 3, 5, 6. Əlimdə burada 5 dənə variant qalmış olur. Keçirəm növbəti oyuğa. 0, 1, 2, 3, 4, 5, 6 yenidən yazım. Deməli, buradan misal üçün 3-ü götürdüm. Birinci oyuqdan 3 getdi. 3 getdi, sonuncu oyuqdan da 4 getmişdi. Əlimdə neçə variant qalır? 0, 1, 2, 4, 0, 1, 2, 5, 6 üzrsən. 0, 1, 2, 5 və 6. Əlimdə 5 dənə variant var. 5 dəfə 5 eləyəcək, buradan da yenə 25 variant. Buradan 3-ü götürdüm. Buradan deyək ki, 0-ı götürək, sonundan da 4-ü götürək. Daha sonra keçirəm 6 ilə bitənlərin sayını tapmağa. 0, 1, 2, 3, 4, 5, 6. 6 sona yazıldı. Və 0 da ilk mərtəbəyə yazıla bilməz. Əlimdə neçə variant qalır? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Cavab 5 olacaq birinci variant üçün. Buradan deyək ki, gəlin 1-i götürək. 1-i götürdüksə və 6-nı da bura yazmışıqsa 1 gedəcək, 6 gedəcək. 0, 2, 3, 4, 5 qalacaq. 0, 2, 3, 4, 5. Əlimdə 5 dənə variant qalacaq. Deməli, burada da mən misal üçün deyirəm 0-ı götürəcək olsam, buradan da 6-nı götürsəm belə bir ədəd yaradıram. Burada da eləyəcək 5 dəfə 5, 25. 3, 25 mi eləyəcək? 75, 75 ilə də 30 eləyəcək, 73, 10 eləyəcək 105. Cavab mən 105 dənə variant yarada bilərəm. Baxın, həqiqətən də ədədin rəqəmləri təkrarlanmır. Bu 3 ədəddə də cüt ədəddir və 3 rəqəmlərdə də bütün şərtləri ödəyir. Bir nüansı qeyd edim ki, yadda saxlayaq. Mən əgər ədədin rəqəmləri təkrarlanmaz deyirsə, o zaman burada istifadə etdiyim ədədi burada istifadə edə bilmərəm. Yəni 205 ədədi doğrudur mənim üçün, amma 200 ədədi doğru deyil. Misal üçün deyirəm, 220 ədədi doğru deyil. Ədəddə eyni rəqəm 2 dəfə yazıla bilməz. O şərti mən nəzərə almalıyam. Və ədəd 0-la başlaya bilməz. O şərti nəzərə almalıyam. Burada mən 0 yazmamışamsa, o demək deyil ki, mən onu istifadə eləmişəm. Xeyr, olmaz deyə yazmamışam. Növbəti oyuğa yaza bilirəm. Bir də bunu nəzərinizə çatdırmalıyam. Cavabımız olacaq burada D variantı. Keçirəm növbəti sualım. Nəmsə deyirəm, bu da aydın oldu. 8-li say sistemində verilmiş bu ədədi 16-da yazılışını göstərək. Deməli, biz bilirik ki, 8-likdə yazılmış bir ədədi 16-lığa birbaşa keçirmək mümkün deyil. Nə etməliyəm? 8-də yazılmış bu ədədi mən əvvəlcə 2-liyə gətirməliyəm, daha sonra 2-likdən 16-lığa və ya əgər istəsəz 8-də yazılmış ədədi 10-luğa gətirib 10-luqdan 16-lığa gətirə bilərsiniz. Gəlin biz 2-li ilə gedək. Deməli, 8-likdə yazılmış bir ədədi 2-liyə necə keçirirəm? 4, 2, 1 qaydasından. Gəlin baxaq. Deməli, 3-ü almaq üçün nə edirəm? 2, 1-dən istifadə edəcəm. 0, 1, 1 eləyəcək. Baxın, burada 0, 1, 1. Hansı ədədlərdən istifadə edirəmsə altına 1 yazıram.
0 almaq üçün heç birindən istifadə eləməyəcəm. 0, 0, 0 yazacağım. 6-nı almaq üçün 4-dən 2-dən istifadə edəcəm. Digərinə 0 yazacağım. 1, 1, 0 eləyəcək. 7-ni almaq üçün hər 3 rəqəmdən istifadə edəcəm. 4, 2, 6, bir də buradan 7 eləmiş olacaq. Cavab olacaq burada bu formada ikilik ədəd. Bu ikilik ədəd də mən 16-lığa çevirmək üçün nə edirəm? 4, 4 ayırıram. Yazıram 8, 4, 2, 1. 2, 1 eləyəcək buradan 3. Daha sonra deməli, ikinci dörtlüyü ayıraq. Yenə 8, 4, 2, 1 qaydasına əsasən. Ümid edirəm ki, düz parçaladım. Burada eləyəcək 8. Daha sonra. Deməli, buradan isə 1, 2, 3, 4. Elə bu 4-ü ayırsam, buradan eləyəcək F. F8, 3 cavabı alınmış olacaq. F8, 3 cavabımız olacaq C variantı. Gəlin, lap dəqiq baxım. Ola bilər ki, 0-1-lərdə yanılmış olaram. Və 3 almaq üçün nədən istifadə elədim? 0, 1, 1. 0 almaq üçün 3 dənə 0. 6-nı almaq üçün 1, 1, 0. 7-ni almaq üçün 3 dənə 1. İndi bunu 4, 4 parçalasam 8, 4, 2, 1. Eləyəcək buradan 2, 1, 3. Bunu parçalasam 4, 4, 8, 4, 2, 1. Buradan eləyəcək 8. Burada da 4 dənə 8, 4, 2, 1. Burada elədi F. Bəli. Cavab eləyəcək F, 8 və 3. Cavabımız eləyəcək C variantı. Raster qrafik redaktorunun proqramını seçək. Ümumiyyətlə, raster proqramını biz necə seçirdik? Paint sözünü açar söz olaraq götürmüşdük. Bir də image sözünü. Bir də üzründən foto sözünü. Foto. Və bu 3 söz əgər bir, belə deyək, proqramın adında varsa, deməli o rasterə aiddir. Buna əsasən cavabımız olacaq Corel Painter. Keçirəm növbəti sualın nəsə. Yerdə qalanlar aid olacaq, deməli, vektor qrafiki redaktora. Daha sonra, verilmiş ədədin yaddaşda tutduğu yerləri müəyyən edin. Gəlin baxaq. Bax, bunun biz yaddaşda tutduğu yeri müəyyən etmək üçün nə edirik? Bax, misal üçün, belə deyim sizə. 10 simvollu əlifbada. 10 simvollu əlifbada bizim bir simvolumuz yaddaşda nə qədər yer tuturdu ilkin anlayışlara əsasən. Onu alırdıq 2-nin qüvvətlərinin arasına. 2 üstü deməli 3-lə yerləşirdi 2 üstü 4-ün arasına. Doğrumu? Deməli bir simvolum 4 bit yer tuturdu. Əgər bir simvol 4 bitdirsə, burada neçə simvol var? 3 simvol. 3 simvol nə qədər eləyəcək? 3 dəfə 4 12 bit yer tutacaq. Deməli 1-ə gedəcək D variantı. 2-yə gedəcək. 16-lıq say sistemində 16 simvollu əlifbada bir simvol neçə bit yer tutur? 16 simvolda deməli yenə 4 bit yer tutacaq. Bəli. Bir simvol 4 bitsə, burada 3 simvol, 3 dəfə 4 eləyəcək 12 bit. Buna da D variantı gedəcək. Bir dəqiqə baxın, lap dəqiqləşdirirəm. Və 8-li say sistemində bir simvol 3 bit yer tutacağına görə 3 dəfə eləyəcək 6 bit. 3-ə də gedəcək 6 bit, yəni A variantı. Bir dəqiqə baxaq, deməli. 1-ə bir dəqiqə baxın, 512 onluq say sistemi. Gəlin, lap bunu ikili say sisteminə keçirək. 512 neçədir? 209. İkili say sistemində necə yazılır bu? Bir yanında 9 dənə 0 yazılır. Düzdürmü? Üzr istəyirəm, bu 10 bit olur. Çox üzr istəyirəm. Burada cavab eləyəcək 10 bit. Bir yanında 9 0 yazılır. O da ümumi 10 bit yaddaşda yer tutmuş olur. Cavabımız eləyəcək 1-ə B variantı. B, D, A olmalıdır. Cavabımız eləyəcək A variantı. Keçirəm növbəti sual nömrəmizə. Təqdim olunma formasına görə modelin növüdür. Modelin təqdim olunma formasına görə 2 növ var. Maddi model və informasiya modeli. Cavab olacaq Y variantı. Burada deməli, statik və dinamiki model zaman alanı nəzərə alınmaqla modelin növləridir. Təcrübə, oyun və tədris modelləri isə modelin belə deyək, istifadə edildiyi sahələrdir. Ona görə cavab olacaq Y variantı. Deməli, onluq say sistemində belə bir ədəd verilib. Bunu 16-lıq say sistemindəki sıfırların sayını müəyyən etməyimiz istənilir. Bircə dəqiqə kompüterdə problem yaranır. Gəlin, lap digər sualı da götürək. Elə hər birini orada müqayisə edək. Müzakirə edək üzr istəyirəm. Deməli, belə bir formada götürüm. Gəlin. Deməli, onluq say sistemində verilmiş 32 üstü 4 ədədi plus 4 üstü 8 və 2 üstü 7. Gəlin bunu altılığa çevirək. 32 üstü 4-ü 2-ün qüvvətləri kimi necə yazaram? 2 üstü 5-in üstü 4 kimi yaza bilərəm. Bu eləyəcək 4 dəfə 5, 2 üstü 20. 16 say sisteminə çevirirəmsə, burada nəyə ayıracam? 2 üstü 4 ayıracam. Yəni 2 üstü 20-ni 2 üstü 4 kimi necə yazaram? 2 üstü 4-ün üstü 5 kimi yaza bilərəm. Burada əmsal olacaq 1. Yəni cavab olacaq bir yanında 5 dənə 0, 2, 4, 5 dənə 0. İndi 4 üstü 8 necə yazaram? 2 üstü deməli 2-nin üzəri 8 kimi yaza bilərəm. Eləcək 2 dəfə 8 16. Onu da 2 üstü 4-ə ayıranda eləcək 2 üstü 4 üstü 4. 4 dəfə 4 216-nı verir. Bu da eləcək bir yanında 4 dənə 0. Və son olaraq 2 üstü 7-dən də mən deməli 2 üstü 4-ü necə ayırıram? 2 üstü 4-ün üstü 2, 4 dəfə 2 8 verir. 2 üstü 4-ün üstü 1 vurulmuş 2 üstü 3 kimi yaza bilərəm bunu. Bu da eləyəcək deməli 8 yanında qüvvətin sayı qədər bir dənə 0 eləyəcək. Daha sonra verilmiş ədədləri toplayaq. Deməli, bir yanında 1, 2, 3, 4, 5, 0. Üzərinə gəlinmiş 4 dənə 0, 1. Üzərinə gəlinmiş 80. Toplam eləyəcək 0, 8, 2 dənə 0. Deməli, 1 və 1. Aha, belə bir cavab alınacaq. Və buradakı sıfırların sayı olacaq 2 buradan, 1 buradan, 3 dənə. C variantı. 129 simvollu əlifbada yazılmış informatika sözünün həcmini müəyyənləşdirək. Deməli, bizə
bir düstur verilmişdi. Simvol sayı vurulmuş ibit bərabər həcm düsturu. İbit burada neçə eləyəcək? 129 simvollu əlifba dediğiniz standartdan kənar əlifba nəzərdə tutulur. Yəni biz burada 2-nin qüvvətlərinin arasını alacaq. Yəni 129 heç bir 2-nin qüvvəti olmadığına görə biz bunu 128 ilə, yəni 2 üstü 7 ilə 2 üstü 8-in arasına alırıq. Cavab eləyəcək necə? 8 bit. Deməli, bircə dənə simvolum 8 bitsə, informatika sözüdə 2, 4, 6, 8, 10, 11 simvoldan ibarətdir. Bir simvolum 8 bitdirsə, 11 simvolum 88 bit eləmiş olacaq. 88 bitdə cavablarda olmadığına görə gəlin bayta çevirək, eləyəcək 11 bayt. Cavab eləyəcək C variantı. Keçirəm növbəti sual nümunəmizə. Aha. Deməli, avtomata belə bir ədəd daxil olunur. Aha, gəlin bunun üzərində müzakirə aparaq. Çox maraqlı bir analiz tipli sual nümunəsidir. Avtomata girişdə 3 rəqəmli ədəd daxil edilir. Aha, deyək ki, x, y, z belə bir 3 rəqəmli ədəddir. Və bu ədəd üzərində aşağıdakı qayda ilə çevrimlər aparılır. Ədədin birinci, ikinci rəqəmləri, birinci və ikinci rəqəmləri ardıcılı olaraq ikinci və üçüncü rəqəmlərinə vurulur. Rəqəmləri ilə vurulur. Aha, ikinci və üçüncü rəqəmləri ilə vurulur. Alınmış ədədlər artan sırayla yan-yana yazılaraq yeni bir ədəd yaranır. Avtomatın çıxışda verdiyi ədəd 816 olarsa, verilən ən böyük və ən kiçik ədədin cəmini tapın. Aha, deməli, ədədin birinci, ikinci rəqəmləri ardıcıl olaraq ikinci, üçüncü rəqəmləri vurulur. Deməli, birinci, ikinci rəqəmləri bir-birinə vurulur. Daha sonra ikinci, üçüncü rəqəmləri bir-birinə vurulur və yanaşı yazılır. Sonra da belə bir ədəd alınır. Aha, yəni artan sırayla yanaşı yazılaraq belə bir ədəd alınır. Gəlin baxaq. Bax, mən 816 ədədini ən kiçik nədən ala bilərəm? Ən kiçik hansı üç rəqəmli ədəddən ala bilərəm? Bax, 8 almaq üçün 1 vurulmuş 8-dən istifadə edərəm. 8 vurulmuş 1-dən, 4 vurulmuş 2-dən və 2 vurulmuş 4-dən. Doğrumu? 16 ədədini almaq üçün isə 4 dəfə 4-dən istifadə edərəm. 1 dəfə 16-dan, 16 dəfə 1-dən, 2 dəfə 8-dən, 8 dəfə 2-dən. Mən əgər burada ən kiçik ədədi tapmaq istəyirəmsə 1 vurulmuşla başlamalıyım. Baxın, deyim niyə? Misal üçün, bax, əgər mən 1 vurulmuş 8 ilə başlasam, bunun yanına da bir dənə 8 artırsam, 1 dəfə 8 eləyəcək 8. Üzr istəyirəm, 8 yox. Bunun yanına da bir dənə 2 artırmalıyım mən. 2 artırsam, 1 dəfə 8 eləyəcək 8, 2 dəfə 8 eləyəcək 16. Və mən deyir ki, yanaşı yaz, artan sırayla yanaşı yazılır. Elə artan sıra alındı burada da. Deməli, burada 182 ədədini əldə edə bilirəm. Aha. Daha sonra, başqa hansı ədədlərdən ala bilərəm bunu? Gəlin baxaq. Baxın, deməli, ən kiçik olsun bu ədəd. Bəs yaxşı, ən böyük necə yaza bilərəm burada? Ən böyük yaza bilərəm, neçə ilə başlayır ən böyük? Ən böyük də 8 ilə başlayır. Niyə ki? Çünki 16 ilə başlamaz rəqəmdə. 16 1 olsa, bu sonra 1-ni də 8-ə vursam, mən burada 4 rəqəmli ədəddən istifadə eləmiş oluram. Ona görə gəlin 8 ilə başladaq. Bax, 8-i maksimum vuraram 2-yə, eləyəcək 16. Oradan da bunu da vursam 4-ə, 4 dəfə 2 eləyəcək buradan 8, 2 dəfə 8 eləyəcək buradan 16. Və buradan mən rəqəmi əldə eləmiş oluram. Baxaq, 824-də buradan aldım. 4, 2, 6, 8, 2, 11, yadda 8, 1, 9, 1, 10. Eləcək 1006 ədəd. Baxın, yenidən baxaq. Elə bu olacaq. Cavab olacaq Y variantı. Bilirsiniz niyə? Çünki, bax, ən kiçik 182 alıram, 1 ilə başlayan ədəd alıram. Ən böyük də 8 ilə başlayan yazmalıyam. Çünki 16 ilə başlayan yaza bilməyəcəm. Bu, dediyim kimi, 4 rəqəmli ədədə gedib çıxacaq. Mənə 3 rəqəmli ədəd lazımdır. Bu səbəbdən cavabımız olacaq Y variantı. Ən kiçik olacaq 182, ən böyük olacaq 824. Cavab eləyəcək ən böyük və ən kiçik ədədin cəmi 1006. Yəni Y variantı. Və belə bir sual nümunəmiz verilib. Buna da baxaq. Deməli, bu tip say sistemlərinə aid məsələlərin ən yaxşı qaydası tənlik qaydasıdır. Bax, yazıram. 152 ədədi x-lıq say sistemindədir və 45 ədədli x-lıqdadır. Cəmli alıblar 141 8-li say sistemində. Deməli, 0, 1, 2, 0, 1, 0, 1, 2. Deməli, gəlin bu tənliyi yazaq. 1 vurulmuş x kvadratı plus 5 vurulmuş x üstü 1 plus 2 vurulmuş x üstü 0 plus 4 vurulmuş x üstü 1 plus 5 vurulmuş x üstü 0 bərabərdir. 1 vurulmuş 8-in kvadratı plus 4 vurulmuş 8 üstü 1 plus 1 vurulmuş 8 üstü 0. Aha, indi buraya eləyəcək x kvadratı, buraya eləyəcək 5x plus x üstü 0, ümumiyyətlə ədəd üstü 0 bizə 1 verir. Buraya eləyəcək bir dəfə 2, 2 plus 4x plus 5 bərabərdir. 8-in kvadratı 64 üzərinə gəlmiş. 32 plus 1. İndi bu cəmi hesablasam, 64-ün üzərinə 32 1 gələndə 4, 2, 6, 7, 697. Buraya eləyəcək 97 bərabərdir. 5, 4 eləyəcək 9x. Yazın belə, x kvadrat üzərinə gəlmiş 9x üzərinə gəlmiş 7 bərabərdir 97-yə. Bir dəqiqə buranı pozun. Elə buradan yazın.
Bu eləcək bərabər 97-yə. Buradan x kvadrat üzərinə gəlmiş 9x bərabər eləcək 90-a. Aha, deməli burada say sistemin əsasını müəyyənləşdirməyimizi istəyir, yəni x-i. Əgər belə deyək, kvadrat təlimlə həll eləyəsi olsaq, onda bu hissəyə gəlməzdi. Elə bər başdan buradan diskriminant tapmalıydıq. Amma bu hissə daha rahat olacaq, deyil niyə? Bax, hansı ədədin kvadratından 9-a vurma hasilinin cəmi 90 verir? Əlbəttə ki, 6-nı. Və 6-nın kvadratı eləcək 36, 9 6-ya vuranda eləcək 54. 6, 4, 10, 3, 5, 8, 9, eləcək 90. Cavab eləcək 6-lıq say sistemi, yəni Y variantı. Keçirəm növbəti sualımdan isə. Əgər istəyirsinizsə, əlbəttə ki, diskriminant təlimlə gedə bilərsiniz. Burası artıq vaxt itirmək lazım deyil. Deməli, belə bir sual nümunəsi verilir. 512 simvoldan ibarət olan mətn faylı arxivləşdirilərək 384 bayt həcmə malik olub. Faylın neçə faiz arxivləşdirilib? Aha, gəlin baxaq. Deməli, buradan əlifba verilməyib. Biz bunu ASCII götürsək, 512 simvolu əlifbada, üzrsən 512 simvolu ASCII-də kodlaşdırılsa, yaddaşda neçə bayt yer tutacaq? 512 bayt yer tutacaq. İndi deyir ki, 512 baytımız bizim 100%-imizdir. Daha sonra nə qədərsə arxivləşib, indi bilmirik necə faiz arxivləşdiyini və nəticədə 384 bayt olub. Gəlin nə qədər arxivləşdiyini tapaq. Bax, x bərabər 512 məxrəcdə 384 vurulmuş 100 sürətdə. Deməli, bunlar ixtisar gedəcək nəyə? 128-ə ixtisar gedəcək. Sürətdə qalacaq 3, məxrəcdə isə 512 küsü 9 deməkdir, 128 küsü 7 deməkdir. 9 eləcək küsü 4. Aha, sürətdə qalacaq 300, məxrəcdə qalacaq 4. 300-ü də 4-ə böləndə eləyəcək burada 75%. Aha, indi məsələ nədir? Deyir ki, neçə faiz arxivləşib? Baxın, məsələ burada, bu elə bilin ki, yerdə qalandır. Biz burada elə bilin ki, 100%-dən 75% arxivləşib, 75% yerdə qalandırsa, neçə faiz arxivləşib onda? Deməli, baxın, 100-dən mən 75 çıxmalıyam, eləcək 25%. Deməli, 25% arxivləşibsə, yerdə 75%, yəni 384 bayt həcm qalmış olur. Ümid edirəm, fikrim aydındır. Baxın, bu aldığımız 75% yerdə qalandır. Mən 100%-dən nə qədər arxivləşdirməliyəm ki, yerdə 75%-i qalsın? 25% arxivləşdirməliyəm. Cavab eləcək 25%. Ümid edirəm, fikrim aydındır. Keçirəm növbəti sual nömrəmizə. Aha. Baxaq bu sualımıza. Deməli, onluq say sistemində kodlar verilib. Bizə nəyi soruşur? D simvolunun kodunu. Baxın, böyük P simvolumuzun kodu verilib. Üzrsən, P simvoludur. Kodu verilib 80. Aha. Böyük C simvolumuzun kodu verilib 67. Böyük C simvolu əgər 67-dirsə, baxın, buradan B simvolu 66, A simvolu isə 65 olacaq. Doğru mu? Əgər mən böyük A-nı 65 tapdımsa, böyük P-də, üzrsən, P-də 80-dirsə və kiçik A məndə 97-dirsə, buradan mən kiçik P-ni tapa bilərəm. Üzrsən, buradan onsuz C-dən sonra D gəlir də. Hə, böyük D-ni mən buradan 68 tapdım, elə D ilə gedim. Çox üzrsən, bir dəqiqə mən uzun yola getdim. Bir dəqiqə, gəlin digər yazaq. Bax. Burada, deməli, mənim böyük C simvolum verilib 67. Bunlar da bir-bir artır. Böyük C 67-dirsə, böyük D buradan eləcək 68. Aha, amma kiçik C verilməyib. Gəlin A-dan tapaq. A məndə 97-dirsə, B olacaq 98, C olacaq 99. Elə buradan 99-u kiçik C tapıram. Elə buradan kiçik D-ni də tapa bilərəm, 100 eləyəcək də əslində. Bax, buradan kiçik D-ni tapası olsam, bunun üzərinə deməli 32 gələ bilər ki, 99 alıblar. Mən də 68 üzərinə 32 gəlsəm, eləyəcək deməli 100. Bəli, kiçik D eləyəcək 100. Bu qədər sadə. Əslində sadəcə məsələ nədir? Baxın, burada rəqəmlərdə, hərflərdə hərəsi bir-bir artıraq gedir. Misal üçün 553-dürsə əgər mən buradan 1-i tapsam, 1,49 eləyəcək. Gəlin bir dənə baxın, 49 eləməli səhv eləmirəmsə. Bax, 553-dürsə 4 eləyəcək 52, 3 eləyəcək 51, 2 eləyəcək 50, 1 eləyəcək 49. Görürsünüz, yəni bu bir-bir arta-arta gedir. Eyni ilə böyük simvollar deyilədir. Bax, böyük A-nı necə taparam? C-dən bir-bir çıxaraq böyük A-nı tapa bilərəm. Eləcə də üzərinə 1 gələrək böyük D-ni tapa bilərəm. Kiçik C-lərdir, kiçik A-lar da həmçinin. Ona əsasən cavab olacaq 100. Keçirəm növbəti sual nömrəmizə. Deməli, bizə belə bir sual nömrəsi verilib. Gəlin baxaq. Hər bir yolla yalnız bir oxla göstərilən istiqamətə hərəkət etmək mümkündür. A şəhərindən F şəhərinə neçə fərqli yol mövcuddur? Aha, gəlin baxaq. A şəhərindən hara gəlməliyəm? F şəhərinə. Baxın, hərəsinin üzərinə bir-bir qoyaraq gəlirəm. A təpəsinə bir yol buradan çıxır, bir yol buradan. B təpəsinə bir yol girdiyinə görə bir yol da çıxacaq buralardan.
G təpəsinə də bir yol girirsə bir yol çıxacaq. C təpəsinə bir yol girirsə bir yol çıxacaq. D təpəsinə bir yol, bir yol. Bir yol buradan, bir yol da buradan. 2 yol girirsə 2 yol da çıxacaq. Bu durumda Y təpəsinə 2 buradan, 1 buradan, 3, 1 buradan 4. 4 yol girirsə 4 yol da çıxacaq. F təpəsinə isə 2 buradan, 1 buradan, 3 girirsə deməli 3 də çıxacaq. Deməli 2 plus 1 plus 4. 4, 2, 6 bir də buradan baxın bu 4, bu 2, bu 1. F təpəsinə girən yolların sayını tapmalıydım. 4, 2, 6 bir də buradan eləyəcək 7. Deməli 7 fərqli yol mövcud olmuş oldu. Qrafa əsasən yolların tapılması qaydası tətbiq olunur. Keçirəm növbəti sual nümunəmizə. 86-da bizə nə deyir? Bir dəqiqə. Deməli, bu ifadənin nəticəsini tapmalıyam. Gəlin baxaq. Hansı daha doğrusu ölçü vahidinə keçirim? Kilobaytla. Bəli, kilobaytla istəyir bizə nəticəni. Deməli, bax 0.5 megabayt. Ümumiyyətlə, kilobayt megabayt çevrilməsi necə həyata keçiririk? Əgər kiçikdən böyük keçiriksə, böləcəyik, böyükdən kiçiyə gəlirsə, vuracaq. Bu qaydaya əsasən, bax 0.5 megabaytı mən kilobayta gətirmək üçün vuracam nəyə? Megabaytla kilobaytın arasında qalan rəqəmə, yəni 1024-ə. Mən də 0.5-i 1024-ə vursam, burada olacaq nə? 512 kilobayt. Keçirəm bu hissəyə. Baxın, burada mən bunu bayta çevirməliyəm. Deyim niyə? Baxın, burada elə bilin ki, bu nə deməkdir? 1 manat 50 qəpik. Mən 1 manat 50 qəpik ümumi neçə qəpik kimi görürəm? 150 qəpik kimi görürəm, düzdür? Yəni sadələşdirib bu formada tapıram. Eynilə bunu da kilobaytı bayta çevirib üzərinə 73 gəlməliyəm ki, düzgün nəticəni əldə edeyim. Buradan da baxın, 4 kilobaytı bayta çevirmək üçün böyükdən kiçiyə gəlirəmsə vuracam. Ardıcıllığımız necədir ümumiyyətlə? Gəlin yadınıza salaq. Bitdən sonra gəlir bayt, baytdan sonra gəlir kilobayt, sonra gəlir megabayt, sonra gəlir gigabayt, terabayt, petabayt və s. Mən əgər kilobaytdan bayta gəlirəmsə, burada da küstü 10 var. Bir dənə 8 bitin 1 baytı verdiyinə görə bura küstü 3-dür. Yəni 8-dir. Yerdə qalan hamısı küstü 10 olacaq. Kilobaytdan bayta gələndə küstü 10-a vuracam. 4-ü də küstü 10-a vuranda deməli yazıram. 4 özü küstü 2 deməkdir. Bunu da küstü 10-a vuranda eləcək küstü 12. Yəni 4096. Bunun üzərinə mən əgər bax buradakı 73 gələsi olsam, deməli gəlirəm 73. 6 eləyəcək 9. 6, 1, 4. Eləcək 4169. Cavab eləcək 4169 nə? Bayt. Buradan aldım nəticəni baytdan. Daha sonra bu baytla alındı hələ ki. Gələ yazaq bura 69 bayt. Keçirəm bura. 1900 baytı gəlin lap saxlayaq. Elə hamısını bayta çevirərik. Eyb yoxdur. Və 600 biti də mən bayta gətirsəm, kiçikdən böyük keçirəmsə bölürəm. Və 600 biti bayta gətirmək üçün 600-ü böləcəm 8-ə. Cavab eləcək burada 75 bayt. Gəlin elə hamısını baytına yazaq, sonra kilobayta gətiririk. 512 bayt da kilobayta gətirmək üçün nə edirəm? Baxın, bayt buradadır, kilobayt buradadır. Kiçikdən böyük keçirəmsə bölürəm. Böləcəm 200 ondan, yəni 1024-ə. Elə megabaytdan əslində bayta gəlmək daha məsləhətli olardı. Gəlin elə buradan megabaytdan bayta gəlin. Baxın, böyükdən kiçik gəlirəmsə 220-yə vururam. Gəlin onda 512 megabaytı elə indidən bayta gətirik. O zaman neçə eləyəcək burada? 220-yə vursam əgər, bu durumda burada çox böyük bir cavab alınacaq. Gəlin bir dənə dəqiqləşdirək, görəsən nə hesab yazmadıq. Eyb yox, olsun. Yazaq 0.5 vurulmuş 220. 0.5-i 210-a vuranda bayaq 512 almışıq. 512 209 idi, vurulmuş 210-a böyəcək 219. Çox böyük bir rəqəm burada alınmış olur. Gəlin eyb yox, baxaq görək necə alınacaq yaxşı. Əslində bunu biz bu formada uzun yolla getdik. Qısa yolla gedəsə olsaq necə edərik? Kilobaytla bizim ifadəmizi istəyir. Rahat qayda ilə gedəsə olsaq, o zaman belə eləyək gəlin. 0.5 megabaytı kilobayta gətirək. Yazaq 512 kilobayt. Üzərinə gəlmiş 4 kilobaytı saxlayıq. Olmasa bunu toplamalıyıq. 73 baytı yazaq olduğu kimi 73 bayt plus 1900 baytı da yazaq biz olduğu kimi. Üzərinə gəlmiş. Bunu da 75 bayt kimi yazaq. Buradan bu ikisi eləyəcək 516 kilobayt. Bunlar cəmisi eləyəcək gəlin baxaq. 1900-ün üzərinə gəlsəm əgər 73 və 75-i 538 14 bir yadda, 11 yadda, 1, 2. Eləcək 2048. Bu eləcək 2048 bayt. Doğrumu? 2048 baytı kilobayta gətirmək üçün nə edirəm? Bu hissəni hələ kilobayta gətirək. 2 üstü 10-a bölməliyəm. Bu 2 üstü 11-dir, bu da 2 üstü 10-dur. Böləndə eləcək 2 üstü 1. O da eləcək 2. O da eləcək 2 kilobayt. Deməli, 516 kilobayt buradan, 2 kilobayt da buradan. Eləcək 518 kilobayt. 518 kilobayt. Bəli. Cavab eləcək 518 kilobayt. Bayaq mürəkkəb yolla getdim. Daha sadə yolla nəticəmizi daha yaxşı şəkildə əldə edə bilərik. Cavab eləcək 518 kilobayt. Keçirəm. Bir də burada bayaq baxdım, bir səhvə yol vermişəm. Baxın, burada çox üzr istəyirəm. Bizdə D-nin 16-lıq kodunu istəyir. Mən D-nin 10-luq kodunu tapdım 100.
Onluq say sistemində. Bunu 16-da gətirmək üçün nə edirəm? Ona 16-ya belə-belə gedəcəm. Baxın, gəlin yazaq. 100-ü əgər mən 16-ya belə-belə getsəm, 116-da neçə dəfədir? 6 dəfə 6, 96 dəfə. Qalacaq 4. Eləyəcək 64. 64 16-lıq say sistemində alınmış olacaq. Burada cavab eləyəcək 100 yox, 64 16-lıq say sistemində. Daha sonra davam edirəm növbəti sual nümunəsindən. Aha, bizə belə bir sual nümunəsi verilib, simvol sayı verilib, i-bit verilib və buna əsasən həcmimizi əldə etməliyik. Baxaq. Deməli, bizdə simvol sayı birinci ilə gedək əvvəlcə. Birincidə simvol sayı nə qədərdir? SS-imiz 5120-dir. Aha, Unicode'da kodlaşdırılıbsa, deməli 2 bayta vurulacaq. Bu formada həcm əldə olunacaq. İkincidə 256-dır. Yenə 2 bayta vurularaq həcmimizi əldə edəcəyik və üçüncüdə isə 2048-dir. Bunu da 2 bayta vurub həcmimizi əldə etmiş olacaq. Gəlin baxaq. Bax, birinci ilə gedəsi olsaq, 5120 elə bir 209 vurulmuş 10 deməkdir. Bunu əgər mən 2-yə vursam 10240 alacam. Burada cavab eləyəcək 10240 bayt. Belə bir baytla cavab yoxdur. A, var, əla. O zaman cavab C variantı olacaq. Əgər baytı biz kilobayta gətirəsi olsaq, bölərik nəyə? 210-a. Əgər 210-a böləsi olsaq, bunu alıram belə. 210 vurulmuş 10 kimi yazaram. Bölərəm 210-a. Gedəcək buradan qalacaq 10 kilobayt. 10 kilobayt da varmı bizdə? 10 kilobayt da var, əla. O zaman 1-ə gedəcək həm C, həm də Y. Deməli, həm kilobaytla tapmalıyım, həm baytla tapmalıyım. Burada 256 küstü 8 deməkdir. Bax, əgər küstü 8-i mən 2-yə, yəni küstü 1-ə vursam, eləcək küstü 9 bayt. Baxaq, 512 bayt varmı? 512 bayt varmı? 512 bayt yoxdur. Tamam o zaman. Bölək bunu 1024-ə kilobayta çevirək, yazaq 0,5 kilobayt. Belə cavabımız var, yəni A variantı. O zaman 2-yə gedəcək A variantı. 3-də 2048 özü 211 deməkdir. 211-i 1-ə, yəni 2-yə vursam, 211-i vursam əgər 201-ə eləcək 212 bayt. O eləcək 4096 bayt. Varmı cavabımız? Baxaq. 4096 baytımız var. Əla. Cavab edəcək deməli bir dənə B variantı. Bunu kilobayta gətirəsi olsam 210-a bölərəm. 4096 özü 212 deməkdir. Böləndə 210 eləcək 202, o da eləcək 4 kilobayt. 4 kilobaytımız varmı? Yoxdur. Tamam o zaman. C-yə 1-ə olacaq. C-yə 2 olacaq. A 3-ə də olacaq B. Bu formada nəticəmiz əldə olunmuş olacaq. Keçirəm növbəti sual nömrəmizə. Elə hər ikisini götürək, keçək növbəti səhifədə yazaq. Deməli, bizə deyir ki, PowerPoint sözünün kodlaşdırıla biləcəyi minimal əlifbada internet sözünün həcmi neçə baytdır? Aha, bay yazıram. Minimal əlifba deyəndə nə edirdik biz? Hər simvoldan bir dənəsini götürürdük. Bay yazıram. PowerPoint. Aha, görək burada hər simvoldan bir dənə götürəndə neçə simvol əlifba yaranır? Birinci böyük P-ni götürə bilərəm. O hərfini, W hərfini, E hərfini, R hərfini götürərəm. İkinci P-ni artıq götürə bilməyəcəm, çünki burada götürmüşəm. O-nu götürə bilməyəcəm, I-ni götürürəm mütləq, N-ını götürürəm mütləq, T hərfini bunu da götürürəm mütləq. Aha, neçə olacaq bizdən? 2, 4, 6, 8. Aha, 8 simvollu bir əlifbada. Bir simvolun neçə bit eləyir? 3 bit eləyir. Doğrumu? Bir simvol 3 bitdirsə, internet sözü neçə simvoludur? 2, 4, 6, 8 simvoludur. Deməli, 8 simvollu söz 3 bitdən hesablayanda eləyəcək 3 dəfə 8, 24 bit. Bizdən də baytla istədiyinə görə biz bölməliyik 8-ə. O da eləyəcək 3 bayt. Cavabımız eləyəcək 3 bayt. Keçirəm növbəti sual nümunəsində. Deməli, belə bir ədəd verilib bizə. Bizə bunu 8-li say sistemində ifadə etməyimiz tapşırılır. Baxaq. Bir dəqiqə. Deməli, müxtəsər vurma düsturundan istifadə etməliyəm. Deməli, bu ədəd neçədir? 544-ün kvadratı. Aha, bunu mən müxtəsər vurma düsturuna necə yaza bilərəm? Hansı 2-nin qüvvətlərinə yaxındır bu? 512-yə yaxın. Düzdürmü? Deməli, 512 üzərinə gəlmiş 32 mötərizənin kvadratı kimi yaza bilərəm. Necə olacaq burada? 2 üstü 9 üzərinə gəlmiş, 2 vurulmuş, 32 vurulmuş 512, 512 üzərinə gəlmiş 32-nin kvadratı. Baxın, məsələ nədir burada? Bir nüansı deyim, yəni müxtəsər vurma düsturu A plus B mötərizənin kvadratının açılışına əsasən işlədik bunu. Bax, A-nın kvadratı üzərinə gəlmiş 2AB plus B-nin kvadratı. Buna əsasən bu tapşırığı işlədik. Buradan neçə aldıq? Bax, yazıram 2 üstü 9 olduğu kimi. 32 küstü 5 deməkdir, 512 küstü 9 deməkdir. Bu da küstü 1 deməkdir. 9, 1, 10, 5 də buradan 215. Eləyəcək üzərinə gəlinmiş 215, üzərinə gəlinmiş 32-ni yazaram 2 üstü 5 kimi. 2 üstü 5-in kvadratı alınacaq. Bu da eləyəcək 5 dəfə eləyəcək 10. Deməli, 2 üstü 9 üzərinə gəlmiş 2 üstü 15, üzərinə gəlmiş 2 üstü 10 nəticəsini əldə edirəm. Və verilmiş ədədi gəlin indi 8-lidə
yazaq. Deməli, mən başlayıram 2 üstü 9 ədədindən. 2 üstü 9 ədədindən 8-li say sistemini yazmaq üçün 2 üstü 3-ü ayırmalıyam. Doğrumu? Bu bərabər 8-dir də. Deməli, buradan 2 üstü 3-ü ayırası olsam, bunun üzəri 2 kimi yaza bilərəm. Düzdürmü? Üst 3 kimi üzr istəyirəm. 3 dəfə 3 eləyəcək 9. Eləcək bir yanında 1, 2, 3 dənə 0. Keçirəm 2 üstü 15-ə. 2 üstü 15-dən də mən 2 üstü 3-ü rahatlıqla ayıracam. 2 üstü 3 üzəri 5 kimi yaza bilərəm. Bu eləcək bir yanında 5 0 və 2 üstü 10-dan 2 üstü 3-ü necə ayıraram? 2 üstü 3-ü. Bunu da 2 üstü 3, 3 dəfə 3 eləyəcək 9, vurulmuş 2 üstü 1 kimi yazaram. Bu da eləyəcək 2 yanında 3 dənə 0. Belə bir nəticə əldə edilmiş olacaq. Deməli, əmsal yanında qüvvət sayı qədər 0 olmalıdır. Onun məntiqi əsasən işləmiş olduq. Deməli, burada eləyəcək ən böyük ədəd yazaq. Bir yanında 5 dənə 0, 2, 4, 5 dənə 0. Üzərinə gəlinmiş 1, 2, 3 dənə 0, 1 və üzərinə gəlinmiş 1, 2, 3 dənə 0, 2. Belə bir yazılır, alınmış olur. Baxaq. 0, 3, 0, 1. Belə bir cavab 8-li say sistemində alınır. Gəlin bir dənə yenidən baxaq. Nədə səhvli eləmədik. Deməli, burada 209-un kvadratı olmalıdır. Bu çox üzr istəyirəm. Burada olacaq 209-un kvadratı 2, 5, 32. Bəli, vurub üzü bir dənə bunu səhv eləmişəm bircə dəqiqə. Çox üzr istəyirəm. Burada olacaq 209-un kvadratı, yəni 218. Buradan 2 üstü 3 ayrası olsam, burada eləcək 3 dəfə 6, 18. Yəni bir yanında 6 dənə 0 olacaq burada. 2, 4, 6 dənə 0 olacaq. İndi mən bununla yazmalıyam. 2, 4, 6 dənə 0 yazacağım burada. Bircə dəqiqə gəlin yenidən yazım. Burada bir səhv yolu vermişəm. Bircə dəqiqə çox üzr istəyirəm. Deməli, bir yanında 1, 2, 3, 4, 5, 6 dənə 0. Üzərinə gəlinmiş 1, 2, 3, 4 dənə 0. 4, 5 dənə 0. 1 və plus 2 yanında 3 dənə 0. Deməli, olacaq 3 dənə 0, 2, bir dənə 0, 1, 1. Belə bir nəticə əldə edilmiş olacaq. Keçirəm növbəti sual nümunəmizə 89-dan sonra. Aha. Və bununla da biz artıq bu sualları yekunlaşdırmış oluruq. Bu suala da baxaq. Deməli, bir dəqiqə. 256 vurulmuş 384 piksel ölçüdə həcmi bu qədərdir. Ən az neçə rəng mövcuddur? Rəng sayı deyəndə, rəng çalar deyəndə nə nəzərdə tutulurdu? N nəzərdə tutulurdu. Gəlin baxaq. Deməli, bizə hansı verilənlər var? A vurulmuş B, yəni piksel sayı verilib 256 vurulmuş 384. Gəlin bunu belə yazaq. 256-nı yazaq 2 üstü 8 kimi, 384-ü yazaq 128 vurulmuş 3 kimi. Yəni 2 üstü 7 vurulmuş 3 kimi. Burada neçə eləyəcək? 2 üstü 15 vurulmuş 3 eləyəcək. Davam edirəm. Həcmimiz verilib 84 kilobayt və bizdən nə soruşulur? Ən az neçə rəng mövcud olduğu. Yəni N soruşulur. N-i tapmaq üçün birinci rəngin dərinliyini, yəni I biti tapmalıyam. Düsturum necədir? A vurulmuş, B vurulmuş I bit bərabər həcmə. Buradan da məhsul vuruğu tapmaq üçün I biti yazıram burada. Həcmi, yəni 84 kilobaytdan da bitə çevirmək üçün 2 üstü 13 biti böləcəm piksellərin sayına, yəni 2 üstü 15 vurulmuş 3-ə. Buradan bu gedəcək, qalacaq məxrəcdə 2 üstü 2. Məxrəcdə qalacaq 5-dən 3, 2 üstü 2 qalacaq. Sürətdə isə qalacaq burada deməli 28. Deməli, məxrəcdə qalacaq 4, sürətdə qalacaq 28. Bu da eləcək necə? 7. I eləcək 7 bit. Məndən nəyi soruşur? N-i soruşur. N bərabər olacaq 2 üstü I düsturuna əsasən N bərabər eləcək 2 üstü 7. O da eləcək 128. Rəng sayımız olacaq 128. Bununla da biz sınavımızın bütün suallarını yekunlaşdırmış olduq. Sağ olun, Allah amanında bu qədər.